da dalımca oynamayacağım ha. Onun yıkılmağıydı. Ya bırçılıksız siz. Herkese selam. Nasılsınız, iyi misiniz arkadaşlar? Ayda niye dedim ben diyecektim. O biri videoda değilsin. Yok. Bunda da Videonun da ikinci videomuz var. bugün paylaşmırıq axı onu Camat bilmir ikinci video. Evet arkadaşlar. Bak yine gedirdi. Xəta iş başında. 7 bəla iş başında. Yavaş yerlənin. Ay ayağımı sındırdı ya. Dedim 7 bəla. Dedim iş başında. Xozudur da mənim qızım. Ayağımı sındırdı. Yaxşı ki bilirsən. Mən ağlamalıyam. Bu niyə ağlayır? Mən ağlamalıyam. Sən nə ağlayırsan? Neyse arkadaşlar. Kutab piknikine gelmişiz. Bu sefer burada otururuq. Yıldızların yanında. Gelmişik Kutab piknikine. Nakuşla yoldaşı gediblər çoxluca qutab almağa. Evet, biz de geçen Yaşıl Vadide çay dəzgahı sifariş vermişik. İndi birləşirik. Piknik zamanı. Alqışlayın. Teşekkürler. Evet, Esat yine ağlıyor. Rabia yerleniyor. Gülsüm yerleniyor. Necə gedir yerlənmək? Yaxşı? Onu bilirəm ki, əsir o. Rabia kırılsa belin sakatlanır. Düz deyir. O ne diye? Eyni mənabda ikisi də. Rabia bayaqdandan növbə gözləyir. Dava eləyirlər bura hər gələndə bu yerlənçəyə görə. Uşağı necə şantaj eləyib oturdu yerlənçəyinə. Sənin canında nələr var? Ona bax 7 bəla asılı qalıb orada gözləyir. Olmaz elə. Olmaz elə yerlənmək. Normal otur. Şəhriyar. Dizi üstə yerlənir ha. Necəsən? Evet arkadaşlar, gölün qırağındayıq gördüyünüz kimi. Bəlkə qayıq da sürdük, bilmək olmaz. Bu tablarımız gəlsin. Açsız. Nəsə bəyənmədim. Açsız. İndi bəyəndim. Yerlənin, kutablar gəlir. Dava düşüb orada arkadaşlar. Arkadaşlar dava düşmüştü. Esma otursun. Nasıl oturum? Niye yerlən? O kim atır yeri aparır orada oturuyor. Cəmaatı şantaj edib nə yerlən çayın əlindən alsan Əsnat? Baxışlara bax. Neynir başa düşmədim. Kırmızı balasını oxşayır. Neynir ki? Həsə, oturmuşam mən. Əsma gör. Evet arkadaşlar, kameranın tam Rabia olayı danışan əsnada yaddaşı doldu. Həmişə olduğu kimi ən vacib anlarda. Rabia'nın xəbəri yox idi. Rabia deməli, Rabia sən qoymursan axı mən kameramı belə eləyim, sənin yaxından çəkim. Yeni bir üsul tapmışam. Yox. Sənin xəbərin yoxdur. Bayaqdan səni yaxınlaşdırıb çəkmişəm. Quran and olsun. Ən yaxın. Vallahi. Of, Jerem indi pis düşür arada. Sən hər halından gözəlsən. Pis gözəl deyirəm. Çox gözəlsən. Gözəlsən. Alacam məni səbləşdirməyin. Evet, Nakuşgil abur cubur alıb gəliblər. Allah, çipsi, kukruz. Başqa nə alıblar? Bir dənə də cipsi, kukruz. Özdə mənim ən sevdiyim biberli cipsi. Bir də soğuk. Bir də burada arkadaşlar, bəh, ip isti qupadlar. Hə, odur. Qutablar. Çox təriflədilər. Bu arada Məryəm yolda məndən dirəşirdi uşaqlar. Dirəşirdi ki, mən qarın qutabı xoşlayıram. İndi mən qarın qutabı yeyən yerdə Məryəmi çəkəcəm. Məryəm də qarın qutabını yeyəcək. Görək Məryəm qarın qutabını sevir, yoxsa yox? Yeməyəsən? Yeyəsən, mən də səni çəkəcəm. Yolda məndən dil ötürdün ki, mən qarın qutabı xoşlayıram. İndi görəcəm necə yeyirsən. Amma da xoşlayacağım.
Yo, birinci qarını yeyəsən, mən sənə baxacağım. Nahidə, qarın budur, Nahidə. Hə, gələ Məryəm. Yox, mən yemirəm bu. Al. Yalan danışma, maşında mənlə dil ötürdün. Gələ, Nahidə, buna bir dənə qarın qutabı ver. Mən götürürəm sən. Bu yiyəcək, qutab yiyəcək, mən baxacağım. bilmirəm. Mən indi sənə Məryəm tikələyəcəm. Ye, Kartof çiğnəmişsən? ye. Al kartof. Dadlıdır, hə? Ye bir dənə də, baxıram. Bax da. İndi sən onu axıra qədər yeməsən, yerləmçəyə buraxmayacağam səni. Bəyəndin həqiqi? O qədər dadlıdır yəni. Bayaqdan buradakı hamı qarın qutabını tərifləyir. İçi Mamet qardaş qarışıq. Yaxşı. İkna etdin məni Məryəm. Gedib rahat minə bilərsən yerləmçəyə. Sən də qarın qutabı yeyirsən. Sən nə qutabı yeyirsən Rabiyə, Bamiyə? Nə qutabı yeyirsən? Hə? Qarın? Yaxına çəksən sənə ya. Əsma, sən nə qutabı yeyirsən? Qarın? Aa, bir dənə mənəm göyyən. Deməli uşaqlar, qutablarımızı yedi içdik, hamı qaçdı yerlənçəyə. Şəhriyarın sizə sözü Bir var. şey deyəcəm dostlar. Demək, hara keçirik, əziz valideynlər uşaqlar. Bu kişmişləri yulmamış qoyurlar. Üstü toz, torpaq, dəfələrin üstündə qurd döyülmüşəm. Burada bir reklam eləmirik də, burada reklam üçün yox. Sırf özümüz sakitçilik üçün, belə həzin, təbiətin qucağı, lotka sürmək, gəzmək üçün buraya gəlirik. Baxın görün kişmişləri necə yuyublar. Ağa, bax, qara kişmişdir. Prosta yəni təmizliyə ağa. Baxın. Əslində bu kişmişlər yuyulmalıdır. Çünki onların üstündə olan toz, torpaq bizim mədə bağırsağımıza mikrob, infeksiya, qurd yaradır. Bax, halal olsun. Buranın müddiyyətinə demək istəyirəm ki, əksən həqiqətən çox Mən gözəl, istəyirəm çay, baldız. gözəl addımdır bu. Bunu hər yerdə əslində belə eləməlidir. Çayı eşidən kimi hamı doluşdu bura. Çox sağ ol, Yaşıl Vadi. Evet arkadaşlar, qutab rejimindən çıxdıq, keçdik çay rejiminə. Lotkə sürərik, Şako. Hə, Lənkərana gəldiniz, mütləq gəlin bura. Lotkə sürərik. Mən sürərəm. Bu səfer batacaq. Niyə ki, sürdüm də keçən dəfə. Arkadaşlar, gedirik evə. O qədər kalabalıq, söhbət zat, oyun zat oynadıq ki, çəkməyə vaxt eləyə bilmədim həqiqətən. Çıxmışıq buradan, indi gedirik evə. Növbəti gündən hamımızı salamlayırıq. Sən bilirsən mən nə danışıyorum, mənim dalımca təkrarlayırsan. Deyirəm növbəti gündən deyirəm burada danışır ki, məndən eyni ağızdan çıxsın. Evet arkadaşlar, zarafat bir qarağa həqiqətən dünənin sabahından sizi salamlayıram. Deməli bugün uşaqların kuzeni Əsma bizdə qalıb. Dünən Nahidə gilin maşından Əsmanı oğurlamışıq. Qaçırdanda da pəncərəni açdım, qışqırdım ki, həmişə sən mənim qızımı oğurlayasın deyirsən ki, bir dəfə də mən sənin qızımı oğurluyum. Və Əsmanı gətirmişik evimizə. Şimdi ben özdeştireceğim. Hə, dayanın bir dəqiqə. Bunu göstərməsəm beni keser. Dayan, hə. Neysən sən? Belə niyə edirsən? Tam. Arkadaşlar, əsnata aldığımız pəmbə şort ətəyə baxırsınız. Özüm gittim çalkalarımı kestim. Nə danışsan sən? Nə danışsan sən? Bezdim gittim öz çalkalarımı kestim. Bezdin, getdin öz çolkalarını kəsdin. Çolka yoxdur axı başında. Yığıb gizlətmişəm hamısını. Evet, gəl bir dənə düzdür kombini bir göstərim. Çox uzağa getmə, bura gəlsən. Onsuz balacasan, ora gedəndə lap da milçəyə oxşuyursan. Gəl bura. Hə, qal burada qal. Belə, ay, sağ ol. Tam. Bu da Əsnatın kombini. Bu Aşko Kuşka eteği Brent House'dan almışdıq, xatırlayırsa. Bugün geyindi nəhayət ki. Biraz kökəlsən yaxşı olar Əsnat. Spiçka çöpünü oxşamağa doğru getsən yavaş-yavaş, yemək yeməməkdə. Yaxşı, əsəbləşmə. Məryəm də burada, bunun adı nədir bunun? Şaptalı. Şaftalı deyildi tam. Tüysüz şaptalı. Yox, başqa adı var idi. Nektarin. Erin de var. Nektarin yeyir. Düz tapdımsa yorumlarda yazın. Bu tüksüz şaftalının o bir adı nədir? Nektarin. Sən nə geyinmisən? Dur bir baxaq.
Bir ayağa dur. İzləyicilərin gəlib, bir hörmətin, qabiliyyətin, qanacağın olsun. Qabağa gəl dəzə, hamınız nöş uzaqlaşırsınız. Deməli, bu ilin trendi olan sarı rəngdə qolu dantelli köynək almışdım Məryəmə. Onu geyinib, altından da bu üstündə su damlalarına oxşayan şortikini. Rabia xanım da paraşüt şalvarı ilə krop geyinib. Əsma xanım da sizin də geyiminiz Brent House-dandır, Əsma xanım. Qaşlı futbolka ilə, zərli futbolka ilə. Yox, mən almamışam. Mən almamışam. Uşağın üşsədiysən. Bir də şortik geyinib. Mənsə bugün mavilərə boğulmuşam arkadaşlar, gördüyünüz kimi. Hazırsınız evdən çıxmağa. Gedək Lənkərana. Darıxmısan alon üçün. Ay Allah, axşam bir gözləri dolmuşdu. Elə bil Əsmanı həqiqətən qaçırtmışıq. Öyrəşin də. Siz mənim uşağımı oğurlayırsınız, saxlayırsınız öz evinizdə. Ben kaçma çıkarım. Hə, düzdür. Bu da orada qalanda ağlayır. Gecə yarısı bizi çağırır ki, gəlin məni götürün. Amma yenə də nəysə. Əskuşan saçını yığmışam bu arada. Çön göstərim səni. Sən nüş kameraya girirsən, böyle bir yarım at quyruğu. Məryəm, pəmbiş aç gibi verəcəksən Əsnata. Sən hansı aç gibi taxdın? Bu da ağac ikisini taxdı. Bugün qəşəng gedir, düzdür. Maksimum alandan taxa bilməm dostlar. Həm gözüm ağrıyır, həm də başımı sıxır. Bilməm nədən. O sənin üçün başımı balacadır ona görə. Alondan beri. Deməli balacaymış da başıva. Deməmisən orada. Ben Siz xoşlayırsınız da, lazım oldu olmadı aldırasınız, əsas o da aldırasınız. Nəysə, evdən çıxmağa hazır mıyız? O zaman bu arada Şəhriyar bunu eşitsə çox əsəbləşəcək, amma Şəhriyar yoxdur. Yəni kız-kıza yolculuğa hazır mısınız? Mahnımızı qoşaq, geçək. Evet. Sokumuz var xaladenikdə, onu da götürə gedib, başımdan da bu arada yağ axır, mənim üzürürsən. Yəni Məndə də. özüm etiraf eləyirəm bunu. Ay teriş nerələrdəsin, teriş. Nəysə çıxaq evdən, əşyalarımı götürüm, makyaj sumkamıza da evdən çıxaq. Evet arkadaşlar, Şəhriyar Ofelia'nın tək əziyyət çəkib Lənkərana getməsinə gönlü razı olmadı, gəldi bizi götürdü. Yolda görün necə maraqlı bir yerə girmişik. Şəhriyar nə dedim bəx bura gələndə? Elə şey dedim ki, də hündür maşın olsun, girin bu yanlara gəzin. Evet, görün hardayıq. Həmişə yanından keçirik, amma ikinci dəfədir mən burada oluram, baxın. Oyda, ağaclar, bu ağacların adı nədir Şəhriyar? Necə belə uzundular? Çimnaz nədir? Dayan. Arkadaşlar, dayan da bir dəqiqə dayan, səbrin olsun. Hara qaçsan, kim qovur səni? Aa, səsə qulaq asın. Görün necə qəşəkdir uşaqlar. Şəhriyar, bura çox sərindir, Şəhriyar. Abi burada çok düşünce senin Kur'an'ın dostum. Bir daha ver. Gələ. Yukarı Aşkım, mən buradan çəkirdim də onu. Yaxşı, gətir aşkım, gördük. Kur'an'ın dostum çok güzel oldu. Videodan bakarsın. Evet arkadaşlar, Əsad size böyle bir küçük show yapmak istedi. Çok sərin diye bura Şəhriyar. Çok qəşəkdir. Hə, orada voleybol oynamağa yer də var. Börtü böcəkdən qorxmasam düşüb oynayardıq voleybol bir dənə. Hə, gənələr çoxalıb. Özdə Türkiyədə nə qədər adam rəhmətə gedir gənədən. Çox qorxuram. Bu yaxınlarda da Əsmaya yapışmışdı, başını qopartdıq. Əsma cəsarətlidir. Mən olsam, görsəm üstümdə gənə var, elə orada özümü kəsərdim. Arkadaşlar, ona görə meşəliyə zada gedəndə ehtiyatlı olun. Xıp yapışır adama. Ona görə düşməyə qorxuram. Yoxsa düşüb voleybol oynayardıq burada. Hə, Rabiyan da qulağının dalına yapışmışdı. Annesi saçın darıyanda görüb vaxtında müdaxilə ediblər. Meşəlikdən, nə bilim, hardan qayıtdınız? Belə ağac, börtü, böcək olan yerdən. Necəsiz, uşaqlar? Necəsiz? Öpürəm sizi. Doğrudan bizim kanala baxırlar bayaqda. Maçi Gucci. Evet arkadaşlar. Ne diyordum ben? Ha, meşədən zatdan qayıtdınız.
Bax, qollarımızın bu hissəsi var ha. Bükülən yeri, dizlərimizin bükülən yeri, boynumuz, qulağımızın dalı yoxlayın hər yeri. Təhlükəlidir. Getdik, bilgilendirme bitmiştir arkadaşlar. Evet arkadaşlar, geldik Brent House'a. Şəhriyar özünə paltar baxır. Buradayam. Arkaya zoomlama. Şəhriyar özünə paltar baxır arkadaşlar. Bütün mərtəbələr tek. Gizdən paç oynamaq istəyən. Bunlar bura gəlirlər. Şəhriyar İminoy özünə paltar baxan mərtəbədə həmişə gizdən paç eşqinə düşürlər. Özdə səni aldadırlar. Sən oynaya bilmirsən. Evet. Gəl görün bura. Asil, bana başkası derste tutarlar. Ne gizlənirdi ki sizdən? Ama siz baklarım. Deməli uşaqlar, gəlmişik, bütün mərtəbələri gəzsən, necəsiz? Gəlin, gəl şəkil çəkdirək bir saniyə. Bura çəkiliş üçün gəlmişik, amma gələn kimi veçin gözümüz nəsə aldırmağa paltar axtarır, səhv deyirəm. Ben ovan oteline girmiştim. Ovan otelinde var. Oğlan otelinə geyinməksən, ya tutub aparsınlar səni. Aşkım bilmək olmaz, hər an tutub apara bilərlər oğlan paltarı geyindiyi. Ben püskürtmelemiştim. Yo, indi birdən həqiqətən sən... O hele yok ki bıkmık yok papak paltalar. Rabi köynəceli o an yaparlar. O uşaq oğlan otelinə geyinirsən, böyüklərdən istəyirsən. Ben böyüklərdə istəmirəm. Toyuq oğrusuna oxşadarlar, sonra səni. Oğlanlar deyirlər ki, qızlar geyinirdi, biz gelib bunlar yaparlar. Hə, Brent House'a gələn oğlan uşaqları şikayət eləyirlərmiş ki, oğlanlardan geyinirlər, bəs şeydir, biz paltar tapa bilmirik. Bu sizin değişmez kaderiniz, buna razı olmanız lazım. Uşaq hələ o, uşaq atlarından gedirəm də oğlan atlar. Sən dəqiq oğlan atlarından geyinməksən. Yaxşı, tamam. Oynuyorsunuz saklambaç. Kim yum? Hayır, mənəm. Baxın, Ata sizdə baxmayıb ürəklər gedib dırnaq. nə deyə başa düşməm, nə insan Mənim sən? dırnağı yedi. Məryəm dırnağını yedin sən. And iç, Yedim. and iç. Yemədim. yedi. And içə bilmir, yiyib deməli. Qırın da sonrası yedim. Onda dırnağım. Dırnağımı koparttım. Ne? Çünkü kırılmıştı. Hoş bak kırılmıştı, ben de onu düzelttim de. İndi yadıma düşdü, özü qızartmısan. Düzdür, sənin dırnağın var, qırılsın. Var dedi. Oy 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 oy. Yaş o neydi? Yaxşı, tamam. Birinci oyunu kameranın yaddaşı doldu. Dəqiqə başı video çəkirəm, dəqiqə başı dayandırmaq məcburiyyətində qalım, sinirlərim İzləyicilər bozuldu. İzləyicilərin gəlməyindən eybi yox, onlar həmişə gəlsinlər. Bizim seyircilerimizle. Deməli, izləyicilərin gəlməsi heç dəqiqə başı CD kart dolur, sinirlərim pozulur. İlk oyun sizə ustupqaya gedirəm, mən yumuram. Amma heç kəs yerindən Axırda çıxmır. tapılan yumra deyimlər. Hə, axırda tapılan yumacaq. Tapılan yok, birinci tapılan. Ay, yox, düz deyil. Birinci tapılan yumacaq. Yox, axırda tapılan yumra. Aşkım, niyə? Ne? Akırda pek Axırda aşkım çıxıb sən sob eləməli idi be. Sobə yoxdur da burada. Mən kamera ilə sizi tapacağam. Birinci tapdığım yumacaq, o birisiləri də sonra tapacağam. Tamam. Haydi. Yumuram, 30-a qədər Şaman sayıram. yerlərimi mən göstərdim, sonra girim mən. 30-a qədər say. 30. Bir dakikayız. Biz benim yer bilmirik. Düz deyil. Bəyəm Kamerayla çəkim. Yo, mən özüm çəkirəm. 30 saniyə vaxtınız var. 30 saniyədən sonra kim çöldə bayırda qaldı, mənlik deyil. Uduzmuş sayacağam. Tamam. Eşitdiniz? Getdiniz. Haydi. 1 2 3 4 sayım bitirim, açacağım kameranı arkadaşlar. 7 8 9 10 30'du ya. Ben açtım gözlerimi. Gəlirəm. İçimdən bir Rabia, gördüm səni. Gözümü açan kimi Rabia'nı gördüm. Gözümü açan kimi gördüm səni. Aslında cezatmadın cezamı. Bir de yum. Bir de. Axı sən mən dedim axı. Aslında cezadirdi. Gizlətməyəydin. Ben pis cezanmıştı o. Yaxşı, 10 saniyem var. Haydi. Ah, şu pamuk gibi kalbim. Hiç dayanamıyor bunların isteklerine, ricalarına. Görək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 gəlirəm ha. Bu dəfə gəlirəm. Əsad, gördüm səni. Bir dənə bayaqki kimi qaç sən. Onda yummayacağım.
göstər necə tutuldun. Arkadaşlar, deməli kiminsə qabağı ilə eynən belə qaçırdı. Buna bax, qaç. Böyle koştu an tuttum onu. Yum da. 10 saniyem var bak. Axırıncı yummağımdır ya. Eşitdin? Aşkım sen tut. Qoy bura götürərik gedəndə. Sio, qaç, 10 saniyem var, qaç. Sen bir. Qaç. 1, 2, Allah'ın dostuna baxmıram. 3, 4, 5, 6, 7, 8, 9, 10. Paltarların arasında elə qaçır. Belə pişik kimi elə bir görsənmir bu. O qədər balacadır. O qədər buna arıq dedi. Deyəsən həqiqətən özünü knopka boyda hiss elədi. Düymə boyda. 100% ki, əgər mən Əsnatı tanıyıramsa, Əsnat nəyinsə altında gizlənib. 100% deyirəm sizə. İndi taparıq onu, tələsməyin. Dayanın. Axtarıram. Ne oldu ya, bunlar hara gizlənəsi oldular, mən belə tapa bilmədim bunları. Rabiyəni bilən bu tərəflərdədir. Bax, indi mən hardayamsa buralardadır. Gözləyin, tapacağım. Heç birini tapamıram, dayanın. Yoxdular. Uşaqlar, bu kadar zor gizlənmiş ola bilməzsiniz. Arkadaşlar, gerçekten yoklar. Dayanın. Tapa bilmirəm, dayan. O biri tərəflərdə insanlar çox olduğu üçün çəkməmək adına gəldim, biraz dedim buralarda axtarım. 100% deyirəm sizə. Bax, ucu imzamı atıram altına ki, burada gizlənən var. Milyon faiz. Yoktu. Arkadaşlar, yoruldum ama ben. Hani bunlar? Siz hansı deşiğe girdiniz, durma deşiği 2 dəqiqənc? Dedim ben 100% ki burada gizlenen var. Hayda, keşke orada kalsaydım öyle. Orada gizlenmiştin. Burada burası kamerayla. Burada kalmıştın. Ha, gördüm. Çıkmasaydın. Sesim bu taraftan geldi. Dedim yavaş yavaş buradan geldim oraya. Çizan orada. Birinci sen tapıldın. Andit. Allah'ın da olsun. Asap değildi. Yok, o da sen kimi yalvardı 10 saniye sen. Allah. Yok, ikinci yalvarma keçərli değil. Sen yumazsan, sen belli oldun. İndi qaldı Məryəmlə Əsnadı tapmaq. Yoxsa bir turda mən yumum da mən tapım. Onlar da tapaqda görək hansıdırma deşiyə giriblər. Rabi, sen böyüməyin pis tərəflərinə yavaş-yavaş tanış olursan, heç yerdə gizlənə bilməmək, əyni və paltar tapa bilməmək. Bəs adam da öyle. Bəs biz yaşamayaq. Yaşa da səndən nə işin var mənim? Paltar tapmamayla. Yəni bu birilər hardadır Rabiyə? Yoxdular, Bamiyə. Bir nəfər. Yalan danışma. Gözdə də məndən qabaq tapma. Mən heç kəs düşməsin deyə əzab çəkirəm burada. Yoxdular. O ambardan gözüm su içmir. Elə bilən biri yalvarıb yaxarıb girib ora. Qorxdum. Dəlisən sən. Mən bura baxdım axı. Kaçtım oradan geldim bura. Həqiqət deyirsən. Sen oradaydın abi, ben tapdım ben çıktım oradan geldim bura. Deyirəm axı. Vallahi hiss eləmişdim sən orada olduğumu. Quran and olsun. Necə buradan çıxıb qaçdı üstümə? Ürəyim düşdü. Qaldı Əsnad. Əsnadın yerini bilmem. Desem olur. Deyirəm, eşitməsin özü. Sen bura. O sen yumanda kaçtı o tarafa. Ben buradaydım. O tərəfə. Ya andeti o baksın tarafını vermez. Yalan danışıyor. Bu da 100% şalvarların arasına girib hardadırsa. Saruçkaların içine necə girsin? Saruçkalar yerdən hündürdür bala. Aslanıb saruçkaların üstündən. Ben adam değil. Sen ayaklarını hiç görmüyorsun. Sən elə bilirsən, sən ayaqların çülədir, görsənmirsən. Yok fazlası şey yoktu. Ben kazandım. Sən qaldırma ayağı. Ayıbdır. Sən odur. Dişləmə məni. Ay qız, dişləmə məni. Uşaqlar tutsun da bunu.
Evet, yo, əsnat yumur. Axırda sən də buldun. Yo, əsnat yumur. Ay içərəm bax. Yumurtların başı var. Eləmə, Məryəm, buraxın. Sən burax, əsnat. Oo. Arkadaşlar. Gəl buraya gəl təmizlə. Gəl. Rabia olsa səni öldürərdi. Yenə yaxşı qutardı. Buraya gəl. Əsad mankenin qolunu niyə qopartmısan? Mən qapırım. Səni də şikayət edirəm. Niyə qopartmısan? Siz qaçın. Səni şikayət edirəm. Mankenin qolunu niyə qopartmısan? Çağır işçilər buna bunu şikayət eləyir. Eləmə. Məryəm dayan, Məryəm. Ay Allah, uşağı sürüdü. Məryəm bura. Mən döyür, Qur'an olsun gəlirsən bax. Bütün damarlarım ağrıyır. Əsad, Şəhriyar. Ay Şəhriyar. Əsnat mankenin qolunu Əsad mankenin qolunu qopardım. İşçilərə şikayət. Qışqırtma eləməm. Çağırmırdım, bırakın mahkemeden kırırdınız koyuyorsunuz yere. Allah'a and olsun biz eləməmişik. Kaynadı. Yalanma dedi. Al, bu saçlarından ben de dövülürüm bu halinde. Sen tutma da ürək sıxır, tutma. Elhamdülillah. Gel benim yanıma. Yaxşı, yaxşı. Göt olayı. Göt olayı. Elenme. Git. Tutma bu yere. Oh. Tamam dedi, sen Allah cezalarını verdi. Ay Allah, karnım ağrıdı. O ne yıkılmağıydı sen Allah. Karnım ağrıyor. O ne yıkılmağıydı. Biabırçılıksız siz. Əsnat. Ay Əsnat, gəl bura. Ben de aşk götürürsün. Əsnat, sən qışqırtma eləyirdi, imkan vermədilər, özlərini atdılar ortaya. Siz bəsdir da bəsdir. Uşağıma rəxit demə, rəxit nədir axı? Sen gelip üstüme beni bilir. Ayda. Allah'ın cezalarını verdi. Hə, mənim cəzamı vermədim. Gələcəkdən danışıram hal-hazırda, tələsmə. Uzağı 10 dəqiqə sən də cəza verəcək. Mənə onlar düzdür. Ha, sen böylesin. Çox gülməli yıxıldınız, baxarsınız özünüzə. Allahım dasın. Şəhriyar, ay Şəhriyar. Hə, ona edit eləyəcəklər 100%. Ha, qoy izləyicilərdən qabaq özüm eləyərəm. Şəhriyar, ay Şəhriyar. Rabia'nın yıxılmağı, şalvarların başına tökülməyi, açıkısında gözünə düşmür. Üçü də eyni anda çox gülməli. Məncə biz də gizdən paç oynamayaq, bəsimizdir. Tamam, son tur oynayıram ama çünkü videomu paylaşmalıyam. Kız ben güzel miyim? Mən gizlənəm, sən yumusan, Məryəmlə Əsrət də gizlənim. Can, atan öpsən. Allah ananı öpsün. Nə danışır bu? Burada patalan hep bir şey Bütün paltarları Məryəm aslıya elə bil. sen as. Onu da sen as. Değil mi? Allah, sökürlər buradı. Sökürlər buradı. Sökürlər buradı.
Mən heç şey eləmirəm qurağan dostum. Mən baxıram qıraqdan prosta. Mənim heç nə yoxdur. Olaylardan sıyırma seviyəm. Rabiə həmişəki kimi. Əli nəyə dəyər aşırdır? Yox, o Məryəm idi. Məryəm elədi. Aşkım sakar sən. Ay Rabia güldüm de gördüm yapıştırıyorum bunu ben de yapıştırdım. Benim kuzağımın yüzlandı ben mesela durardım İsa'nın da kuzağımın Meryem üstünde oldu. Öldüm mən. Valla qarnım ağrıdı həqiqətən. Nəysə, davay son tur gizlən paç oynayırıq. Ondan sonra videonu izləyicilərlə paylaşmalıyam. Mən gizlənirəm. Mən kamerayla olduğum için sən 60'a kimi sayda yaxşı. Все, get yum. Get orada şeyde yum. En küncdə. Yo, mən sizi gizlətməyəcəm. Özünüz gizlənin. Yo, orada yumma. Ata qalan yerdə yum. Ata olan yerdə. Dostum o kadar paltarasın bir tane Все, qaçın gizlənin. Heç kəs mənim dalımca düşməsin. Həmişə yapışsız mənə. Allah'ım hara gedim. Gəlməyin də dalımca. Oynamayacağım ha. Gəlməyin dalımca. Uşaqlar hamımız uduzacağıq. Gəlməyin də. Aa. Mamançının yerine gireceğim. Ha buramdan gireceğim. Mən buradayım. Get. Get Məryəm, get də Məryəm. Perdelerden bak. Süperdi bak. Qışqırma da eşitdi yaxı. Ay Məryəm, get də. Şu sakit ol, sakit ol. Eləmə, qabaq eləmə. Ay Allah, paz oldu mənə. Gəlib. Ayaqlarımızı görəcək orası heç. Məryəm, sən mənə yapışsan indi. Mən buradan deşikdən görsənəm axı. Aşkım sen bana ne pis yeri cezzettin. Aa, minnətin olsun. Danışma, danışma. Tamam. Danışma. Danışma. Aa, hələ sayır yox. Qaç, tez ol. Oradan qıraqdan çıx da. Qıraqdan çıx. Çıxdı. Allah, bu mənim başımı oynatır. Sakit gəlir. Sakit qal, gəlir. Məryəm, gülsən var, küsəcəm səndən. Eləmə də. Saklanıyoruz arkadaşlar. Esna'da bakın orada. Esna'da çekim size. Görsen iyi. Esna'da bak. Bakma sen. Ay Allah, bunu bura mən gətirsən, bura gətirən yerdə başıma daş düşəydi mənim. Hələ axtarır bizi. Hələ açıb gözünü. Gəlir, bura gəlir, sakit qal. Qorxuram. Söykənmə ya pəncərəyə. Gəlir. Gelmem kameraya. Gelmediniz mi? Sən gör oldu, bax, sən elədin hamısı. Bunlar gelmirdik. Yok, o kuş ben şeyler. Meryem orada kaldı. Meryem orada kaldı. Meryem orada kaldı. Oh, ben eləməmişəm. Mən eləməmişəm. Vurdum dışarı bakışım. Tüm mən eləməmişəm. Həqiqətən. Atan heç nədən xəbəri yoxdur. Ata qaldı orada.
zarafat bir qırağı Söymədə eşitdi. Çocuklar aşkım. şəhərliliyə indi bilmədən oldu. Prosta biz niyə qaçırıq? Zaten önündə sonunda gelib deyəcəyik ki, biz eləmişik. Gönül biz olmuş. Bizim niyə? Mən eləməmişəm bu arada. Ben eləməmişim bu arada. Mən gizləmişdim orada. Düz deyirsən, mən gizləmişdim orada. Sən araladın da pərdəni. Ha, o saatin orada yoksa bir de 2 metre arası. Araladı düz deyil. Allah kamerada var belli edim. Hamısı əslində qışqırtma elədiyimizə görə oldu, başımıza gəldi. Bayaq əslində Cezam oldu, sen de cezam düz oldu. deyil. Bayaq əslində dedim ki, Allah mənim cəzamı vermədi, mənim də cəzam. Niyə bizim bu gün Niyə bizim belə Onlar eləyiblər ki, onlar qaçırlar. düz deyirsən? Əsla da eləyib elə. Nəysə, tam kameranı bağlayaq, gedək danışığıca bildirmək lazımdır. Prosta bizim bugün bildiyiniz bədbəxt günümüzdür. Hayır. Ata özünə paltar alsın, çıxaq gedək evə. Biz bugün səhərdən axşama kimi çölə çıxmayaq məncə. Çünki birimizin başına bir şey gələcək. Qardaşım marketdəki bütün putulqaları da sınır elə. Allah, danışarsan indi. Nəysə, gedək bir dənə ata ilə danışaq, xəbər eləyək. Həqiqətən Nə qədər həyat şaşırtdı. Yeblər Allah şaşırdı. Aşkım orada birisi gördüm mən onu qoyan yerdə. Yo, narahat olmayın. Heç nə, gedək atanın yanına. Saklambaçı dayandıraq lazım deyil. Eyvallah, çox bəs oldu. Əsad, hepsi senin yüzündən Əsad. Sənə qışqırtma elədiyimizə görə oldu. Əsad! O bilərzik hər yerə sürtülür. Gedək. Day, saklambaça. Gecə görürük. Da oynamayacağım. Mən axırıncı oynamağımdır. Başımıza gəlməyən qalmadı. Bu nə idi? Biabırçılıq. Mən gördülər sizi yolun qoyan yerdə. Biyabır oldum deyəcələ bu. Səni gördüm. Xala pərdə ilə əlində. Xala yox. Kim gördü bəs? Kim gördü? Həqiqi deyirsən, gedək görək düzəldi o. Düzəlməyib, çöküb. Rabia, sən deyən var o pərdən oralar. Arkadaşlar, evet orada vay. Bence bizi kimse tutmamış. Biz gedək özümüzü etiraf eləyək bunu. Onu da elə asıblar ora. Necə? İndi asıblar belə. Gəl baxaq. Gəl. Aşkım lap da düşər başımıza. Sən get baxaq, çəkil. Bizə həmişə böyle. Buradadır. Yox, burada problemli iş nə yoxdur. Hə. Bu da aşağıdaymış araba. Aşkım, aslayabilirsin. Ata bilərik, gözlüyün görək nə edirik. Sən qorxundan düzəltdik. Arkadaşlar. Sən demə oradan aslanıbmış. Prosta biz çıxanda taxılıb açılan bir şey olduğu için düşübmüş. Yəni normal bir şeymiş. Hər şey yerində. Sevməmiş, o eləyib. Niyə eləmisən sən? Ayıb deyil. Cəmiyyət içində özünü aparmağı öyrən. Bizim başımız. Yaxşı bu düşməyib. Həqiqətən bu da düşəcəkmiş. Nəysə arkadaşlar, asayiş Bərkəmal düzəltdiyi. Baxın, bu bura girib çıxan bir şeymiş. Yəni biz sadəcə dartanda, yəni açanda buradan belə düşübmüş. Yəni başqa bir sorun yox. Düzəldi. Şükür Allaha. Nəysə arkadaşlar, bugün bizim anlaşılan bəlalı və şanssız günümüzdür. Dünya dağılarkən o sırada Şəhriyar valla videoya baxasan başımıza nələr gəldi. Gözləyin. Baxım sənə. Köynəyin arxasına baxım. Qəşəydi. Əladır. Superdi. Məncə başımıza daha fazla hadisə gəlmədən artıq sağollaşaq. Evet. Arkadaşlar videonu beğendiyse bir dakika bu videonun devamının gelmesini istiyorsa demeyeceğim, gelmesin lütfen. Ama videonu beğendiyse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Hayat şaşırtır, hep zaten editleri eleyin ama ben sizden kabak eləyəcəm.